Salam, hər birinizi xoş gördüm. Əziz və dəyərli şagirdlər və abituriyentlər. Bugün sizlərə DİM test toplusu 2025-ci ildə öz əksini tapan feilin qrammatik məna növləri başlığı altında olan sualların hər birini izah etməyə çalışacağam. Uşaqlar, çalışın ki, video izahdan, sualların izahlarından maksimum şəkildə yararlanın. Çünki hər il buraxılış və yaxud da blok imtahanına bu mövzudan bir sual mütləq şəkildə düşmüş olur. Gəlin uşaqlar, vaxt itirmədən keçək sualların izahlarına. Əzizlərim, birinci sualda şərtdə qeyd olunub ki, feillərdən biri qayıdış növdədir. Uşaqlar, qayıdış olması üçün təbii ki, biz şəkilçini mütləqdir ki, tanımalıyıq. Qayıdışın şəkilçisi, əzizlərim, ıl üstü 4, ın üstü 4. Bəzən də buradakı ı saitlər itir və yerdə lı və n formada qalmış olur. Gəlin də baxaq uşaqlar. A variantında deyir ki, oxunmaq. Uşaqlar, oxumaq sözün köküdür. Burada n şəkilçisi qalır. Maqmə-də məstər. Əzizlərim, n burada heç vaxt, yəni qayıdış ola bilməz. Çünki uşaqlar, qayıdış olması üçün məzmunda hərəkət hər hansı bir subyektin özünü üzərində icra olunmalıdır. Amma burada kitab bir cansız varlıqdır. Düzdürmü? Gərək ki, hökmən bunu kimsə oxusun. Demək, bu məhsuldur, qayıdış deyil. A variantı xaric. B-yə baxıram, bürünmək. Bəli, uşaqlar, cavab B variantıdır. Niyə? Bürü sözün köküdür. Bürüməkdən bürünmək maqmə-dəki məstərdir. Uşaqlar, baxın. Burada misal üçün deyirəm ki, qız büründü. Yəni, ədyalı götürüb öz-özünü bürümüş oldu. Düzdürmü? Demək, uşaqlar, bu qayıdışdır. Cavab B variantı. Öyrənmək. Burada uşaqlar, öyrən sözün köküdür. Maqmə-dəki məstərdir. Ümumiyyətlə, burada şəkilçi yoxdur. Məlum növdədir. Tikilmək. Uşaqlar, bina tikildi. Tik feilindən tikilmək maqmə-dəki məstər. Əzizlərim, bina cansı bir şeydir. Gərək ki, bunu kimsə tiksin. Demək, məhsuldur. Baxılmaq. Bax feilin köküdür. İl məhsuldur. Maqmə-dəki məstərin şəkilçisidir. Cavab qaldı uşaqlar B variantı, əzizlərim. İndi gəlin baxaq ikinci sualın izahına. Şərtdə qeyd olunub ki, feillərdən birini həm məhsul, etibar və qarşılıq birgəli növlərdə olan feil kimi düşünmək olar. Uşaqlar, dilimizdə elə feillər var ki, həmin o feilin mən həm şəkilçisini, həm məzmununu dəyişməklə həm məhsul, həm etibar, həm də qarşılıq və birgəli növ feil kimi yarada bilərəm. Baxın, burada misal üçün Y variantı diqqətimi cəlb edir. Döymək sözü uşaqlar. Baxın, əzizlərim, deyirəm ki, döyülmək. Ül şəkilçisini qoyuram bura, fərz eləyin. Döyülmək. Misal üçün, uşaq döyüldü, qapı döyüldü, düzmü? Bu məhsuldur. Kimsə bunu eləyir də. Bir də qayıdıram, deyirəm ki, misal üçün, döydürtmək. Kiməsə döydürdürsən və yaxud da ki, döyüşmək. Qarşılıq birgəlik formada. Cavab oldu Y variantı. Dinləmək, uşaqlar, burada dinlənilmək olar. Amma ki, dinlə işmək olmaz da. Ona görə A variantı xaricdir. Oxumaq, oxunmaq olacaq. Təbii ki, məhsul. Oxutdurmaq etibar. Amma oxuşmaq qarşılıq birgəliyi bizə verməz. B variantı xaricdir. Güləşmək. Güləşmək uşaqlar məlum olacaq. Bu halda bu formasında məlum oldu. Güləşdirmək, güləşdirtmək etibarı verər, amma digərlərini verməz. Bilmək, bilişmək olmaz, qarşılıq birgəliyi verməz. Bildirtmək təbii ki, etibarı verəcək. Bilinmək, bilinmək, bu da ki, məhsulu verər. Amma uşaqlar, bilişmək, qarşılıq və birgəliyi vermədiyi üçün cavab qaldı Y variantı. İndi uşaqlar, diqqətimizi yönəldirik 3-cü sualın üzərinə. Şərtdə bizdən istəyir ki, həm məhsul, həm qayıdış, həm də ki, etibar növdə olsun. Qarşılıq birgəlik və etibar növdə olsun. Əzizlərim, burada testimizin doğru cavabı Y variantıdır. Baxın uşaqlar, yazılmaq, məhsul, yazdırtmaq, dır plus tır şəkilçisini qoyduğum zaman etibar verir. Yazışmaq, qarşılıq və birgəlik. Yazışmaq, qarşılıq və birgəlik. Cavab Y variantı. Dördüncü sual uşaqlar. Etibar növdə olan feil hansı cümlənin tərkibində istifadə olunmuşdur? Dərhal baxıram uşaqlar A variantına. İtibar olması üçün dır plus tır şəkilçisi olmalıdır. Bir də uşaqlar, orada işi görən üçüncü bir şəxs olmalıdır. O bağının məhsulunu bazarda satdırardı. Uşaqlar, baxın, sat feilin kökü satmaqdan satdır. Arər zaman, dı-daki idi hissəcinin qısaldılmış forması. Məhsulu bağda özün satmırsan, kiməsə satdırırsan. Deməli, iş görən üçüncü bir tərəfdir. Cavab A variantı. Həm sevgi bəsləyir, həm can yandırır. Uşaqlar, sevgi bəsləyir, yandırır. Məlumdur. Sönük duyğuları işıqlandırır.
işıqlandırır, özü eləyir, məlumdur. Öldür, ol, hər ikisi məlumdur. Kosa tamaşaçıları güldürür, özü güldürür, uşaqları özü əyləndirir. Və salam, cavab qaldı A variantı. Sonra əzizlərim, 5-ci sual. Deyir ki, feillərdən biri həm subyekt tələb eləyir, digəri isə tələb etmir. Deməli, uşaqlar, mən nə etməliyəm? Qayıdış və məhsul növ feilləri cavabda tapmalıyam. Yuyundu, yuyuldu. Uşaqlar, yuyundu öz-özünə yuyulur. Yuyuldu isə kimsə tərəfindən yuyulur. Deməli, yuyundu qayıdışdır, yuyuldu məhsuldur. Cavab Y variantı. 6-cı sual əzizlərim, baxırıq eyni tipli sualdır, qayıdış və məhsul. Burada 6-da olacaq bizim cavabımız döyündü, döyüldü. Həmən elə A variantı olacaq. Çünki döyməkdən döyündü. Misal üçün deyirəm ki, ürək döyündü. Bu təbii ki, qayıdışdır. Amma döyüldü, qapı döyüldü. Bu məhsuldur. Və salam, cavab A'dır. Yazıldı, yazışdı. Yazıldı, məhsul, yazışdı. Qarşılıq bilgəli. Göndərildi, məhsul, dərildi, məhsul. Baxıldı, sürüldü, hər ikisi məhsuldur. Oxundu, çatdırıldı. Oxundu. Deməli, məhsul olacaq. Çatdırıldı, bu da məhsul olmuş olacaq. Cavab olur A variantı uşaqlar. Feillərdən biri icbar növdə deyil deyir. Baxın uşaqlar. Əkdirtdim, kiməsə elətdirmişəm. Yazdırtdım, kiməsə elətdirmişəm. Sildirtdim, kiməsə sildirtmişəm. Qazdırtdım, kiməsə qazdırtmışam. Cavab qaldı Y variantı. Ağartdım uşaqlar. Burada şəkilçi sizi T şəkilçisi çaşdırmasın. Burada işi görən qrammatik cəhətdən özüm ağartmışam. Üçüncü şəxs yoxdur. İcbar olması üçün uşaqlar orada üçüncü şəxs mütləq bir şəkildə öz əksini tapmalıdır. 8-ci sual. Hansı cümlədə məlum növdə olan feil işlənibdir? Uşaqlar, baxırıq burada məlum feilə. Zirzəmidə köhnə çap maşınlarını saxlanılırdı. Burada əzizlərim, baxın, diqqət elədiysəniz, saxla sözün köküdür. Saxlamaqdan saxlanılmaq, ırir, zamandır da ki, idinin qısaldılmış forması. Uşaqlar, əzizlərim, baxın, maşın cansız bir əşyadır. Hökmən bunu kimsə zirzəmidə saxlamalıdır. Deməli, bu məhculdur. B variantı. Tez bir zamanda çadırlar quruldu. Uşaqlar, qurmaqdan qurulmaq. Yəni, burada əzizlərim, o şəkilçisi məhsulun şəkilçisidir, xaric. Mən sənin dilinə dəymirəm, cəllad. Gəl sən də bu ana dilimə dəymə. Uşaqlar, dəymirəm. Bir də əzizlərim, dəymə. İçində burada feil var. Hər ikisində də şəkilçi yoxdur, deməli məlumdur. Cavab elə C variantıdır. Gəl sözü sizi çaşdırmasın. Buradakı gəl uşaqlar əmir ədatıdır. D variantına baxıram. Əmir olundu ki, sənədlər yoxlanılsın. Uşaqlar, olundu, yoxlanılsın. Hər ikisi məhsuldur. Bir mən deyiləm ki, hüsnünə heyran, şöhrətin yayılıb hər yana ceyran. Yay feilindən yayılmaq feili. Uşaqlar, o burada şəkilçidir və plusdakı məhsulun şəkilçisidir. Cavab C variantında öz əksini tapmış olacaq. 9-cu sualla davam etmək istəyirəm inşallah. Şərtdə deyir ki, hansı feil məhsul qayıdış növlərdə fərqli şəkilçisi qəbul eləyir. Uşaqlar, ümumiyyətlə bu tipli suallar imtahanda düşə biləcək ən önəmli suallardan biridir. Uşaqlar, gəlin indi burada bir məqama diqqət yetirək. Məhsul növün şəkilçisi I üstü 4-dür və N üstü 4-dür. Bəzən də I-lar düşür, L və N formasında qalır. Bundan işimiz yox. Qaydışa da həmçinin I üstü 4, N üstü 4-dür. Yəni bu formada olur. Burada da həmçinin I şəkilçisi düşür, L və N formasında qalmış olur. Əzizlərim, dilimizdə bəzi şəkilçilər, bəzi sözlər var ki, onlar məhsul və qayıdış növdə ayrı-ayrılıqda müxtəlif şəkilçisi qəbul eləyirlər. Yəni, eyni şəkilçisini qəbul eləmirlər. Misal üçün, biri qayıdışda I-lı qəbul edir, digəri məhsulda I-lı qəbul edir. Yəni, müxtəlifdir də eyni olmuş şəkilçisi. Gəlin indi burada misal üçün D variantına mən nəzər yetirim. Deyilmək. Uşaqlar, ili qoysaq, misal üçün söz deyildi. Düzdürmü? Bu məhsulu verir. Amma deyirəm ki, misal üçün, filan kəs deyindi. Yəni, öz-özünə deyindi. İn şəkilçisi o artıq verir qayıdışı. Deməli, ildə olacaq məhsul, ında olacaq qayıdış. Cavab D variantında da öz əksini tapmış olacaq. Amma A-da, B-də, Y-də və C-də həmçinin uşaqlar qayıdışa da, məhsulla da eyni şəkilçi qalmış olur.
Nəhayət, gəldik 10-cu sualın üzərinə. Uşaqlar, burada şərtdə bizə deyir ki, baxın, bu tipli suallarda diqqətli olmaq lazımdır. Çünki burada həm variantda biz düzgün feilləri tapmalıyıq, həm də ki, şərti düzgün bir formada analiz eləməliyik. Baxın, uşaqlar, altından xətt çəkilmiş feilləri nəzərə alaraq uyğunluğu müəyyənləşdirin. Əzizlərim, cümlənin mübtədası yoxdur və hərəkətin subyekti məlum deyil. Uşaqlar, ümumiyyətlə, mübtədası olmayan cümlələr biz şəxsiz cümlələr deyirik. Deməli, birincisi olur şəxsiz cümlə. İkincisinə baxıram, mübtədası var, lakin hərəkətin subyekti məlum deyil. Uşaqlar, mübtədası olan, lakin hərəkətin subyekti məlum olmayan feil növü olur məchul. Məchul. Yəni, uşaqlar, mübtəda var, işi görən şəxs var, amma ki, məchuldur, bilinmir. Subyekt hərəkəti öz üzəri deyirsə, uşaqlar, bu istisnasız şəkildə icbardır. Yadınıza saxlayırıq. Subyekt hərəkəti başqasına, daha doğrusu uşaqlar, icbar yox, özü eləyirsə, bu qayıdışdır, qayıdış. Və növbətçisi, subyekt hərəkəti başqasına icra edir. Bu artıq başqası söhbəti varsa, uşaqlar, bu təbii ki, icbar olur, icbar. Və nəhayət beşincisi, hərəkət bir neçə subyekt tərəfindən icra olunur. Uşaqlar, bu həm qarşılıq, həm də birgəlik formada ola bilər. Çünki bir neçə şəxs tərəfindən icra olunur. İndi baxırıq, uşaqlar, cümlələrə bir-bir uyğunlaşdırmamızı eləyək. Qəflətən qapı açıldı. Uşaqlar, qapı cansız bir əşyadır. Hökmən bu qapını kimsə açmalıdır. Elə deyilmi? Deməli, bu məchuldur. Bizim də məchulumuz hardaydı? Təbii ki, 2-də idi. Deməli, uşaqlar, A variantı gələcək 2-yə. Bura nömrələri qeyd edək. 3 və 4 sizin üçün daha aydın olmuş olsun. Demək, A variantı gəldi 2-yə. A variantın üzərinə xətt çəkək. Uzun ayrılıqdan sonra dostlar görüşdülər. Uşaqlar, insan bir-birindən qarşı və birgə formada görüşər. Deməli, bu görüşdülər feili qarşılıq bircəliyidir. Deməli, bizim də qarşılıq və bircəliyimiz öz əksini tapacaq harda? Təbii ki, 5-cinin üzərində subyekt bir neçə tərəfindən, yəni iş bir neçə şəxs tərəfindən icra olunur. Demək, uşaqlar, 5-ə gəldi. Burada 5 də vardı. B variantda xaric oldu. Atam həyətdə su quyusu qazdırdı. Uşaqlar, su quyusunu özü yox, kiməsə qazdırıbdı. Deməli, C gələcək 4-ə. Çünki burada subyekt hərəkəti başqasını icra elətdirir. C variantda xaricdir. Xəbərdarlıqdan sonra qaydalara əməl olundu. Uşaqlar, qaydalara əməl olundu. Yəni ki, burada ümumiyyətlə mübtəda yoxdur və işi görəndə bəlli deyil. Deməli, bu şəxsizdir. Bizim də şəxsimiz bəli birinci cümlədə idi. Deməli, D variantda xaric oldu. Günortaya yaxın buludlar dağıldı, hava açıldı. Uşaqlar, bulud dağılması, havanın açılması özünün üzərində icra olunur. Yəni, iş öz üzərində icra olunur. Deməli, Y də qaldı 3-ə. Testin doğru cavabı 1D, 2A, 3Y, 4C, 5B. Belə bir variant elə A variantında qalmış olur. Sonra uşaqlar, gəlirik 11-ci sualın izahına. Şərtdə deyir ki, altından xətt çəkilmiş feilləri nəzərə almaqla uyğunluğu müəyyənləşdirin. Uşaqlar, eyni tipli sualdır. Cümlənin mübtədası yoxdur, hərəkətin subyekti məlum deyil. Mübtəda yoxdursa, subyekt yoxdursa, uşaqlar, bu şəxssizdir. Şəxssiz. İndi baxıram ikincisinə. Cümlənin mübtədası var, lakin hərəkətin subyekti məlum deyil. Məchuldur. Məchul. Üçüncüsü, subyekt hərəkəti özlərini icra olunur. Qayıdış. Qayıdış. Dördüncüsü, subyekt hərəkəti başqasına, bu icbar. İcbar. Və nəhayət, beşincisi, hərəkət bir neçə subyekt, bu qarşılıq və birgəlik. İndi uşaqlar, feillərə baxıram. Səməni xoşbəxtlik gətirən amil kimi həmişə tərənnüm edilmişdir. Uşaqlar, burada təbii ki, tərənnüm edilmək nə olacaq? Məchul olacaqdır. Çünki uşaqlar tərənnüm eləyirsə, deməli, bunu kimsə eləyir də. Demək, burada dərhal nömrələrimizi qeyd eləyək. 1, 2, 3, 4 və 5. Bu formada olacaq. İndi baxaq, A variantı, uşaqlar, yəni A, səməni xoşbəxtlik gətirən amil kimi həmişə tərənnüm edilmişdir. Bu A gələcək, deməli, təbii ki, ikincisinə. Deməli, A variantı gəldi ikincisinə. Biz bunu dərhal xaric edirik. Aha, B. Tian Şan dağları ətəyində ərəb ordusu ilə Çin ordusu görüşdü. Uşaqlar, görüşmək qarşı-qarşıya və birgə formada reallaşan bir işdir. Deməli, burada qarşılıq 5-ə B gələcək.
5-ə B gələcək. Sonra uşaqlar, B variantı xaric. Aynur müəllim şagirdlərə peyzaj çəkdirdi. Özü çəkməyibdi müəllimə. Kiməsə çəkdiribdi, uşaqlara çəkdiribdi. Demək bu təbii ki, icbar olacaq. Deməli 4-ə gəlir C. Sonra 5-incisi, daha doğrusu D variantı. Burada verilən bütün göstəricilərə əməl edilib. Uşaqlar, əməl edilmək bu olacaq təbii ki, şəxssiz, birə gələcək D variantı. Yazın orta aylarında təbiət yaşıl dona bürünmüş. Uşaqlar, təbiətin dona bürünməsi, heç kim təbiəti tutub yaşıl dona bürütmür də, təbii ki, öz-özünə neyinir? Bürünür. Ona görə qayıdış olmuş olur. Y də gəldi 3-ə. Demək, uşaqlar, 1-ə D, 2-yə A, 3-ə Y, 4-ə C, 5-ə D. 11-ci sualda uşaqlar, testimizin doğru cavabı D variantı qalmış olur. Əzizlərim, 10-cu və 11-ci suallarda diqqətli olmaq lazımdır. Əslində çətin sual tipləri deyil, sadəcə olaraq şərt və məzmun baxımından geniş olduğu üçün ətraflı formada bir-bir baxmaq lazımdır. 12-ci sual. Məlum növdə olan feillərdən ibarət cərgəni müəyyənləşdirin. Uşaqlar, dərhal baxıram, məlumları tapırıq. Yarışdı. Burada yarışdı, məlumdur. Çünki uşaqlar, sözün kökü yar deyil, yardan yarış olmur. Döyüşdü, bu qarşılıq birgəlikdir. Sözləşdilər, sözdən sözləş dediyi zaman larlərdəki cəm. Uşaqlar, burada döyüşdü feili qarşılıq birgəlik olduğu üçün A variantını çıxırsınız. Məlum deyil bu. Yazıldı, məhsul, qarşılandı. Kimsə tərəfindən məhsul. Çünki uşaqlar, qarşı sözündən qarşıla feilindən qarşılan məhsul, bayra atıldı, məhsul. Kimsə bunu eləyibdir. Buradakı feillər məhsuldur uşaqlar. Deməli, B variantı xaricdir. Udqundu, tutuldu, düşündü. Udqundu. Ud sözündən udqun, udqundu, zaman və salam. Udqu sözü olmadığı üçün burada sözün şəkilçinin tərkibində olur, məlum olur. Tutmaqdan tutuldu, dudaki zaman. Tutuldu feilini mən iki formada düşünə bilərəm. Bir var ki, misal üçün, hava tutuldu, qayıdış. Bildirəm ki, günahkar polis işçiləri tərəfindən tutuldu. Bu da məhsul olacaq, düzdürmü? Hər ikisini düşünə bilərəm. Düşündü sözün kökü uşaqlar, düşündü. Düş sözündən düşün olmaz. Deməli, bu məlumdur. Və salam, C variantı xaric. Qocaldı, barışdı, dağıldı. Uşaqlar, burada mənim əzizlərim, qoca sözündən, qocalmaq, qocaldı. Barış sözü köküdür, bar olmaz, barış olardı zaman. Dağıldı, dağ sözündən dağıl olmadığı üçün dağıl sözün köküdür, da ki, burada zaman şəkilçisidir. Cavab olur D variantı, bu hansı ki, buradakı feillər məlum növdə olan feillərdir. Sonra uşaqlar, Y variantında yudurtdu, kiməsə yudurdubsam, icbardır. Doğratdı, kiməsə elətdirmirsən, icbardır. Nallatdı, özün nallamırsan, kiməsə nalladırsan, olur icbar. Testimizin doğru variantı 12-də D variantı qalmış olur. 13-cü sualdan davam edirik uşaqlar. Şərtdə deyir ki, hansı cümlənin feili qayıdış növdədir? Qayıdış növ feilləri istəyir. Demək uşaqlar, birinci feilləri tapırıq, etdirdim. Söhbəti davam etdirdim, mən etdirmişəm. Bu təbii ki, məlumdur. Buradakı əzizlərim, deyir şəkilçisi sizi çaşdırmasın, bunu çaşıb birdən izbar götürərsiniz. Xeyr, söhbəti özüm davam etdirmişəm. Deməl, məlumdur. Sizin təkliflərinizə əməl edilir. Bu, uşaqlar, əməl edilmək bir növ şəxsiz kimi düşünülür. Onun bu təklifi xüsusilə nəzərə alındı, məhsuldur, kimsə tərəfindən nəzərə alıbdır. Qapı birdən-birə taybaçala, qapı açılır, qayıdış ola bilməz. Birdən çaşıb qayıdış düşünərsiniz. Çünki bu cansız bir varlıqdır, öz-özünə işi reallaşdıra bilməz. Bu 7, bu hansı ki məhsuldur. Y-yə baxın uşaqlar, Y-də burada cavab olacaq, elə Y variantı. Dan ulduzu yenicə sökülürdü. Sök feilindən sökülmək, ırır zaman, dıdaki hissəcikdir. Uşaqlar, dan yeri yenicə sökülürdü. Dan yeri öz-özünə sökülər. Heç kim tutub dan yerini sökməz. 14-cü sual mənim əzizlərim. Şərtdə nə istəyir? Qayıdış və icbar növ feillər işlənmiş cümləni müəyyənləşdirin. Uşaqlar, feili tapacaq, hansı ki, həm burada feillər qayıdış olacaq, həm də ki, icbar olmuş olur. Qayıdış və icbar. Çalışmaq. Çalış sözün köküdür, maqməy məstər, məlumdur. Yaz sözün kökü, yazış, bu, hansı ki, qarşılıq bircəlikdir. Gəzdirmək, gəz sözün kökü, özün gəzdirirsən, məlumdur. Yazdırmaq, kiməsə yazdırırsan, bu da qayıdış, daha doğrusu icbardır. Uşaqlar, burada qayıdış feil yoxdur. A variantı xaric.
Yazılmaq məchuldur, açılmaq. Bir var uşaqlar, qapı açıldı, bir də var hava açıldı. Həm qayıdış, həm də ki məchul düşünülə bilər. Baxdırmaq icbardır. Çalışmaq, bu da qarşılıq birgəlikdir. Yəni əzizlərim, bu şərtimizə uyğun deyil. Sonra baxıram C variantına. Baxılmaq, uşaqlar məchul, alınmaq məchul, düzəltmək məlum, üzülmək, üzməkdən üzülmək, öz-özünə üzülürsən, bu da qayıdışdır. Uşaqlar, burada qayıdış var, amma icbar yoxdur. C variantı xaric. Döyünmək, qayıdış, döy feilindən döyünmək, magmə məsdir, qayıdış olur. Geyinmək, geyinməkdən geyinmək, qayıdış olur. Sildirmək, kiməsə sildirirsən, əkdirmək, kiməsə əkdirirsən. Bu ikisi deməli qayıdış olur. İkisi də icbar olmuş olur. Cavab D variantı. Aldırmaq, icbar, alışmaq. Aldan alış olmaz uşaqlar. Alışmaq sözü ilə sadə sözdür. Vuruşmaq, vurmaqdan vuruşmaq qarşılıqda olur. Dondurmaq da ki, özün dondurursan. Bu da xaric, məlum. Cavab qalır D variantı, mənim əzizlərim. Baxıram 15-ci suala. Şərtdə deyir ki, icbar və qarşılıq növ feillər işlənmiş cümləni müəyyənləşdirin. Uşaqlar, burada olacaq A-da gülüşmək, qarşı, doluşmaq, birgə, uzaqla feili yoxdur, uzaqlaş bütövdür, məlum. Söndürmək, özün söndürürsən, məlum. A variantı xaricdir. Görüşmək, qarşı, döyüşmək, qarşı, yazılmaq, məchul, yandırtmaq, icbar. B variantı xaric. Yudurtmaq, icbar, düzdürmək, icbar, görüşmək, qarşı-qarşı, yazışmaq, qarşı-qarşı və salam. 15-də cavab elə C variantıdır. Yudurtmaq, düzdürmək, icbar, görüşmək, yazışmaq, bu da qarşılıq birgəlik növdə. Silinmək, silinmək uşaqlar, bu qayıdışdır. Yuyunmaq, qayıdışdır. Aldırmaq məlumdur, özünü aldırırsan çünki. Qorunmaq, bu da öz-özündən qorunursan, bu da olur qayıdış. Y-də bölmək məlum, vurmaq məlum, görüşmək qarşı-qarşı, söndürmək, özün söndürürsən, məlum. Cavab qaldı əzizlərim, C variantı. Baxıram 16-cı suala. Birgəlik feillər cərgəsini müəyyənləşdirin uşaqlar. Qarşılıq birgəlik feillərdə şəkilçi ış-üstü 4-dür. Bunlar əsasən ayrı-ayrılıqda düşür. Məsəl üçün, bu testdə ayrı düşübdür. Amma bəzi hallarda bunları bir başlıqda verirlər. Uşaqlar, birgəlik feillərdə iş bircə formada icra olunur. Birlikdə görürsən. Amma qarşı-qarşı olduğu zaman qarşılıqda. Bu isə qarşı-qarşıya icra edirsən. Şərtdə istəyir ki, birgəlik olsun. Baxın, diqqət edin. İndi baxıram testin variantlarına. Sözləşmək. Sözlə feili yoxdur. Sözləşmək məlumdur. Qurulmaq, çadır quruldu. Misal üçün, məchuldur. Barışmaq, bardan barış olmur. Bu sadə feildir, məlumdur. A variantı gedər. B-yə bax, mələşmək. Mələ sözündən mələş, birgə. Dağıl sözündən dağılış, birgə. Hürməkdən hürüş, birgə. Cavab B variantı. Geyinmək, öz-özünə geyinirsən. Soyunmaq, öz-özünə soyunursan. Yuyunmaq, öz-özünə yuyunursan. Bu da qayıdışdır. Sildirmək, oxutdurmaq, güldürmək. Sildirmək, uşaqlar, icbarda kiməsə sildirirsən. Oxutdurmaq, kiməsə oxutdurursan. Güldürməyi isə uşaqlar, özün güldürürsən. Və salam. Didişmək, didməkdən didiş. Deməkdən deyiş. Bağlamaqdan bağla, bağlaş. Görürsünüz uşaqlar, Y variantını veribdir. Çünki burada iş şəkilçisi mövcuddur. Lakin bizdən birgəlik feilləri istəyir. Didişmək, deyişmək, bağlaşmaq uşaqlar, bunlar fərqlidir. Qarşılıq birgəlik deyil, yəni qarşılıqdır, təkcə qarşılıqdır. Ona görə cavab qalır B variantı. Baxıram 17-ci sualın izahına. Mənim əzizlərim, şərtdə deyir ki, məhsul növdə olan feili tapın. Tapaq. 17-də uşaqlar, burada ocaq alovlandı. Uşaqlar, öz-özünə alovlanır. Kimsə ocağı tutub alovlanır. Ona görə olur qayıdış. A variantı xaricdir. B-yə baxıram. Bu il səpin vaxtında keçirildi. Keçməkdən keçiril,
İl burada kimsə tərəfindən eləyibdir. Cavab B variantıdır. Hamının nəzəri səhnələrə dikilmişdir. Uşaqlar, nəzərin dikilməsi, nəzər cansız bir varlıqdır da. Daha doğrusu uşaqlar, nəzəri kimsə tutub dikmir harasa. Nəzər öz-özünə dikilir harasa. Yəni baxırsan, özün baxırsan. Bu təbii ki, qayıdışdır. Qocaldır insanı, qocaldır zaman. Bu da eynən şəkilçisi yoxdur. Duman dağlara çəkildi. Uşaqlar, şəkilçisi var və iş dumanın özünün üzərində icra olunur. Ona görə oradakı il şəkilçisi qayıdışın şəkilçisidir. 17 testimizin doğru variantı B qalmış oldu. Bəli. 18-ci suala baxıram uşaqlar. Nə istəyir? Məhsul və qarşılıq birgəlik növdə olan feillər cərgəsini göstərin. Tamam. Məhsul və qarşılıq birgəlik növdə olsun feillərimiz. Uşaqlar, burada oxutdurmaq icbardır. Kiməsə oxutdurursan. Süzmək məlum. İtirmək özünü itərirsən məlumdur. Yandırmaq özün yandırırsan məlumdur. Bir dənə oxutdurmaq icbardır. Qalanları məlumdur. Söykənmək. Söykədən söykən. Açmaqdan açıl. Görməkdən görün. Dilləşmək. Dil ismindən dilləş feili. Bəli. Burada var. Uşaqlar, diqqət elədiysəniz, burada feillərimiz 18-də. Söykənmək, uşaqlar, özün söykənirsən. Düzdürmü? Bu qayıdışdır. Sonra açılmaq, çiçək açıldı və yaxud da qapı açıldı. Həm məhsul, həm qayıdışdır. Yəni qarşılıq yoxdur da burada. Görünmək, özün görünürsən, qayıdışdır. Dilləşmək, özün dilləşirsən. Bu da həmçinin. Cavab B variantı ola bilməz. C-yə baxıram. Burulmaq. Burmaqdan burul. Deməli, uşaqlar, burulmaq feili. Misal üçün deyirəm ki, saç buruldu. Düzdürmü? Bir var öz-özünə burulsun, qayıdış. Bir də var kimsə tərəfindən burulsun. Həqiqətən də kimsə saçı bura bilər. Demək, həm məhsul, həm qayıdış oldu. Amma qarşılıq birgəlik deyil. Durulmaq. Uşaqlar, baxın, diqqət eləyin əzizlərim. Duru sözün kökü durmaqdan, daha doğrusu durar, durular da, düzdürmü? Su durar, durular, yəni təmizlənər. Bu da qayıdışdır, öz-özünə durulur. Danışmaq, danışmaq sözün kökü uşaqlar danışdı, dan ola bilməz. Bu məlumdur, şəkilçisi yoxdur. Çalmaq sözü ola bilməz, çalışmaq sözüdür. Maqməydə məstər, şəkilçisi yoxdur, məlumdur. D variantı, döyülmək. Uşaqlar, döyməkdən döyülmək, bu məhsuldur və yaxud da bəliyə məhsuldur. Alınmaq, almaqdan alınmaq. Məsəl üçün deyirəm ki, koftanı aldım. Düzdürmü? Məhsuldur da bu, kimsə tərəfindən alınır. Vuruşmaq, vurmaqdan vuruş, uşaqlar qarşı-qarşı. Yazmaqdan yazış, bu da qarşı-qarşı. Testin doğru variantı D variantı. Baxılmaq, məhsul, aldırmaq. Bu artıq özünü aldırırsan, bəli. Daha doğrusu bu məlum növdə, şəkilçisi yoxdur. Ağlatmaq. Ağlatmaq, kimisə ağladırsan, özünü ağlamırsan. Büzməkdən büzüşmək, bu da qarşı formada olur. Burada uşaqlar aldırmaq feilinə qayıdıram. Burada sözün kökü aldı, almaqdan aldır. Kiməsə aldırırsan, özünü almırsan, o görə icbardır. Cavab olur D variantı. Çünki bizdən həm məhsul, həm də qarşılıq birgəlik növ feilləri istəmişdi şərtdə. 19-cu sual mənim əzizlərim. İtibar növdə olan feillərin cərgəsini müəyyənləşdirin uşaqlar. Deməli, feillərimiz nə olmalıdır? İtibar olmalıdır. İtibar olması üçün şəkilçi dır plus t olacaq və məzmunda icbarlıq olacaq. İndi baxıram A variantına. Gülüşdük. Gülməkdən gülüş, qarşı. Geyməkdən geyinmək. Bu uşaqlar həm qayıdış, həm məhsul. Düzməkdən düzülür. Bu da uşaqlar, bir var öz-özünə düzülür, qayıdış, bir də var kimsə tərəfindən düzülür, məhsul. Yəni, icbar deyirlər bunlar hər bir halda. Döyüşürük, döyməkdən döyüş, uğrayır zaman, ikilik şəxs sonluğudur. Burada uşaqlar, döyüşmək feili birgədir, yanmaqdan yandır, özün yandırırsan, yandırdı, dodakı zaman məlumdur. Gülməkdən gülüş, birgəlik formada. B variantda xaric icbar yoxdur. Yığdırmaq, sildirmək, qazdırmaq. Hər birini burada kiməsə elətdirirsən, yığdırırsan, sildirirsən, qazdırırsan. Cavab C variantıdır. Yandırmaq, özün yandırırsan, sındırmaq, özün sındırırsan, dondurmaq, özün dondurursan.
Çatdırmaq özün eləyirsən. Başladı. Uşaqlar, baş ismindən başladı da zaman. Burada qrammatik məna növ şəkilçisi yoxdur. Ona görə bu feil məlum feildir. Açılır. Açmaqdan açılır də zaman. Burada açılır feilini iki formada təhlil edə bilərsən. Biri var hava açılır, qayıdış. Bir də uşaqlar diqqət eləyin. Açılır, qapı açılır. Bu da məchul növdə. Vəsiyo. Cavab qaldı C variantı. Əzizlərim, 20-ci suala baxıram. Şərtdə bu maraqlı sualdır. Bu 23-ün vəsaitində də belə bir sual tipi var. Şərtdə deyir ki, nöqtələrin yerinə hansı söz əlavə olunsa, altından xətt çəkilmiş söz qayıdış növdə olar. Uşaqlar, bura elə bir söz qoymalıyam ki, bəzəndi feili qayıdış olmalıdır. Necə? Bax, sizə deyim. Demək, əzizlərim, bəzəndi feili iki formada düşünülə bilər. Bir var. Qız bəzəndi. Burada qız kimsə tərəfindən bəzənilə də bilər, özü də bəzəyə bilər, elə deyilmi? Öz-özün bəzəsə, o zaman qayıdışdır. Kimsə qızı bəzəsə, bu zaman da məhculdur. Demək, uşaqlar, bura mən elə bir söz qoymalıyam ki, o canlı olmasın. Canlı olsa qayıdışdır, düzdürmü? Həm də məhculdur. Mənədir ki, qayıdış olsun. Qayıdış olması üçün bura qoyacağım söz cansız olmalıdır ki, daha doğrusu canlı olmalıdır ki, öz-özünü neynəsən, bəzəsin. Baxın uşaqlar, otaq, bir də səhnə. Bunlar ikisi cansız varlıqdır. Otaq bəzəndi, səhnə bəzəndi, əzizlərim. Sizcə bunları otaq bəzəndi, səhnə bəzəndi. Öz-özünə bəzənə bilərmi qayıdışda? Təbii ki, xeyr. Kimsə bunlara hökmən neynəməlidir? Bəzəməlidir. Demək, uşaqlar, 2 və 5-in olduğu variantları xaric eləyirəm. A, D və B variantı gedər. Həmçində Y. Cavab qaldı C variantı. 1, 3, 4. Validə bəzəndi. Həm qayıdışda, həm məhsulda. Oxuyan bəzəndi. Oxuyan bir canlı şəxsi, ona görə düşünüləcək qayıdış. Bir də uşaqlar 4. Aktrisa. Aktrisa bir qadındır. Ona görə öz-özünə neyləyə bilər? Bəzəyə bilər. O nöqteyi nəzərdən də qayıdış kimi düşünülə bilər. 21-ci suala diqqət yetirirəm. Demək, uşaqlar, 20-də testimizin doğru variantı C variantı qaldı. 21-ci sual. Birgəlik növdə olan feilləri müəyyənləşdirin deyir. Baxın, uşaqlar. Burada qonaqlar Ağbirçək qadınla qucaqlaşdılar. Uşaqlar, burada fikir versəniz, əzizlərim, quc ismindən qucaq ismi, qucaq ismindən qucaqla feili, qucaqla feilindən qucaqlaşdı zamanlardakı cəm. Uşaqlar, insan bir-birinlə necə qucaqlaşar? Təbii ki, qarşı-qarşıya. Bu qarşılıqdır, bircəlik deyil. A variantı xaric. Məktəblilər xarici dostlar ilə yazışdılar. Yazmaqdan yazışmaq. Burada ış şəkilçisi var, uşaqlar. Qarşıdır. Çünki iki insan bir-birindən qarşı-qarşıya yazışar. B variantda xaric. Əsgərlər səhərəcən vuruşdular, uşaqlar. Vur feilindən vuruş. İnsan bir-birindən qarşı-qarşıya vuruşar. Birgə formada vuruşa bilməz. Bu da qarşılıq olacaq. Dostlar görüşürdülər. Görmək feilindən görüşdü zamanlarlarda cəm. Uşaqlar, buradakı üç şəkilçisi düşünəcəm ki, qayıdışdır yoxsa birgəlikdir. Necə fərqləndirəcəm? Təbii ki, məzmunla. Görürəm ki, burada məzmunda dostlar görüşdülər. Qabaq-qabağa, qarşı-qarşıya görüşər də insan. Birgə formada görüşməz ki, demək qayıdışdır. Cavab qalır Y variantı. Gəlin hər ehtimala Y variantına baxaq. Anaların getmək istədiyini görən körpələr ağlaşdılar. Bəli, ağla sözündən ağlaşdı zamanlarda qrammatik cəm. Uşaqlar, körpə qabaq-qabağa durub ağlamayacaq ki, deməyəcək ki, sən burada dur, mən burada durum, qarşı-qarşıya ağlayaq. Bu məntiqə ziddir də, düzdür əzizlərim. Deməli, körpə necə ağlaşar? Birgə formada. Bu nöqteyi nəzərdən cavab olur Y variantı. 22-ci suala baxıram əzizlərim. Hansı cümlədə feillər məhsul, məlum və qayıdış növdədir? Uşaqlar, deməli burada cümləni tapacaq. Birinci feilləri tapaq, işimiz asanlaşsın. Gündüz yağan yağış gecə qara çevrildi, hər tərəf ağ örtüyə büründü. Yağan, bu feili sifət olsa belə feildi də götürürəm. Gecə qara çevrildi, hər tərəf ağ örtüyə büründü. Bir də büründü. 3 dənə burada feili var. Uşaqlar, yağan sözündə əzizlərim, mən heç bir qrammatik məna növ şəkilçisi görmürəm. Deməli, bu məlumdur.
Qara çevrildi. Çevril sözün köküdür. Çevir olmaq, çevirməkdən çevrilmək, bəli. Uşaqlar, qara çevrildi, qara öz-özünə çevrilir də yağış. Kimsə bunu tutub çevirmir ki, deməli qayıdışdır. Hər tərəf ağ örpəyə büründü. Bürü feilindən bürünmək. Uşaqlar, hər tərəf ağ örpəyə öz-özünə bürünər. Kimsə hər tərəfi bürüməz. Demək qayıdışdır. Burada mənim əzizlərim, məhsul növ olmadığı üçün A variantı yanlışdır. Məlumla qayıdış var, amma məhsul yoxdur. İndi B variantına nəzər yetirirəm. Qazlar uçub onlara yaxın gələrkən, oxlar yaylarından ayrıldı, vıyıltı ilə yuxarı uçdu. Uşaqlara baxın, uçub bir feil, gələrkən 2 feil, ayrıldı 3 feil, uçdu 4 feil. İndi təhlil eləyək. Uçub feilində heç bir şəkilçisi yoxdur, deməli məlumdur. Arkan, ərkən, gələrkən məlumdur. Ayrıldı. Ayrı sözündən ayrılmaq sözü. Yəni öz-özünə ayrılır oxlar, düzdürmü? Qayıdışdır, qayıdış. Uçdu, bu da məlumdur, çünki şəkilçisi yoxdur. Uşaqlar, diqqət elədiysəniz, burada məhsul şəkilçisi yoxdur və məhsul növ ümumiyyətlə yoxdur. B variantı xaricdir. Qapılar, pəncərələr açılır. Düzdürmü? Açmaqdan açılmaq, cansız da öz-özünə açılacaq, məhsuldur. Gələn məlumdur, çünki şəkilçisi yoxdur. Maraqla baxan adamların başı görünürdü. Baxan məlumdur, şəkilçisi yoxdur. Görünürdü. Uşaqlar, gör feilindən görünmək. Baş öz-özünə görünəcək. Çünki cansız bir, daha doğrusu, ya kimsə sənin başını tutub göstərməyəcək kiməsə. Demək, qayıdış məzmundadır. Cavab C variantı. Həm məlum var, həm məhsul var, həm də qayıdış. Əsgər yıxıldı, başındakı dəbilqə yerə düşdü. Yıxmaqdan yıxıldığı zaman. Uşaqlar, əsgər öz-özünə yıxılır. Heç kim tutub əsgəri yıxmır. Ayağı büdrədi və yıxıldı. Bu olacaq, əzizlərim, qayıdış. Başındakı dəbilqə yerə düşdü. Nə etdi? Düşdü. Düzdürmü? Bu da məlumdur və salam. Uşaqlar, burada məhsul yoxdur. B variantı xaric. Divar dibində qalın döşəklər qoyulmuş. Döşəklər kimsə tərəfindən qoyulubdur, çünki cansızdır. Demək bu. Daha doğrusu məhsuldur, məhsul. Rəflərə isə içində qablar düzülmüşdür. Qab cansız, demək bunu kimsə düzməlidir. Bu da məhsuldur. Burada uşaqlar 2 dənə feil var, hər ikisi məhsuldur. Və salam. Testimizin doğru cavabı C variantı qalmış olur. 23-cü suala baxıram. 23. Hansı cümlədə feillərin hər ikisi icbar növdədir? Uşaqlar, 2 feil tapacaq. Tapdığımız 2 feilin hər ikisi icbar növdə olmalıdır. Baxıram burada A variantına. Birazdan işıqları yandırıb özün yandırırsan, şam musiqi sədaları altında rəqs etməyə başladılar. Şəkilçi yoxdur uşaqlar, 2 feilin ikisi də məlumdur. Deməli A variantı xaricdir. Musa adamları cəld bayra çıxartdırdı. Kiməsə çıxartdırıb icbar. Qapını da bəh-bəh bağlatdırdı. Kiməsə bağlatdırıbdı, özü bağlatdırıbdı. Yəni bağlatdırıbdı, özü bağlamayıb, kiməsə elətdirib. Demək, hər iki feil icbardır. Cavab B variantı. Şiddətli külək əsəndə məlum. Meşədəki ağaclar yırğalanır. Məlum. Bəziləri sınıb yıxılırdı. Sınıb məlumdur. Yıxmaqdan yıxılmaq. Uşaqlar, ıl şəkilçisi isə burada ağacın budaqları öz-özünə sınıb yıxılar. Deməli, qayıdışdır. Və salam. Burada heç icbar istəyir, icbar yoxdur ümumiyyətlə. O kəndə yol çəkdirdi. Kiməsə çəkdiribdi. İcbar. Açılışa gedə bilmədik, biz bilmədik. Bu da məlumdur. Biz bu binanı tikdirdik. Kiməsə tikdirmişik uşaqlar. Özümüzdən sonra iz qalsın. Qalsın isə məlumdur. Deməli, tikdirdik. İcbar. Qalsın məlum. Testimizin doğru cavabı B variantında olmuş olacaq. 24-cü suala baxıram əzizlərim. Şərtdə deyir ki, hansı cümlədə cümlənin mübtədası tərsiflənən feilə aid deyil? Uşaqlar, ümumiyyətlə feillər zaman, şəxs və kəmiyyət şəkilçisi qəbul edib və etməmədiyinə görə iki yerə bölünür. Təsvirlənən formalar, təsvirlənməyən formalar. Təsvirlənməyən formalara aiddir. Məsdər, feili sifət və feili bağlama. Uşaqlar, bizə nə istəyir? Deyir ki, mübtəda təsvirlənən feilə aid deyil. Deməli, təsvirlənməyən feilə aiddir. Biz buradan təsvirlənməyən feil tapsaq, işimiz asandır. Adı ümumiyyətlə feil yoxdur. Ağıllar yaşanan həyatın sonu xoşbəxtliklə bitir. Baxın, uşaqlar, xoşbəxtliklə bitir. Burada feilin bitirdi. Bu da təsvirlənməyən feil deyil. Feilin təsvirlənən forması da hansı ki, xəbər şəklində olan bir feildir. Körpü onu keçənindir.
Onu keçənindir. Kim? Nə? Körpü. Cümlənin mübtədası körpüdür və xəbər onu keçənindir. Uşaqlar, burada xəbər də keçən, anən feili sifətdir. Deməli, mübtəda təəssüflənməyən feilə məxsusdur. Pis əxlaq yaraya oxşayır. Oxşayır feilində uşaqlar zaman şəkilçisi var. Hansı ki bu xəbər şəklindədir. D variantı xaricdir. Elm bütün qabları açar, qapıları. Açar feilində uşaqlar zaman şəkilçisi var. Hansı ki bu xəbər şəklindədir. Və salam. Testimizin doğru cavabı C variantında öz əksini tapmış oldu. 25-ci suala baxıram uşaqlar. Şərtdə deyir ki, icbar növdə olan feillər sırasını müəyyənləşdirin. İcbar növdə olan feillər tapırıq. Uşaqlar, baxın. Açdırdı, bağlatdırdı, düzüldü. Açdırdı, özü açdırıb, məlumdur. Bağlatdırdı, kiməsə bağlatdırıbdı, icbarda. Düzüldü, misal üçün şkaflar, kitablar düzüldü və yaxud da masanın üzərinə boşqablar düzüldü. Məhculdur. A variantı xaric. Bildirdi, görürdü, unutdu. Uşaqlar, bildirdi, özü bildirdi. Görürdü. Ümumiyyətlə şəkilçisi yoxdur. Unutdu, ümumiyyətlə şəkilçisi yoxdur, məlumdur. Oturtdu, kiməsə otuzdurub. Güldürdü, özü güldürdü. Sildirdi, kiməsə sildirdi. Uşaqlar, oturtdu, kiməsə otuzdurub da, yəni oturtdu deyir. Kimisə oturtdurub. Bu icbardır. Güldürdü, özü güldürdü. Sildirdi, kiməsə sildirdi. Özü silmədi. İcbardır. Güldürdü, amma özü güldürdü, məlumdur. Qazdırdı, bitdirdi, yudurtdu. Baxın uşaqlar, qazdırdı, kimsə qazıb, işi kimsə görüb. Bitdirdi, işi kimsə görüb, kimsə bitib. Yudurtdu, işi kimsə görübdür. Yəni kimsə nəyisə yuyubdur. Görürsən? Ona görə cavab qalır D variantı. Bəzətdirdi, gətirdi, itirdi. Uşaqlar, bəzətdirdi, kiməsə bəzətdiribdi. Bu artıq nə olacaq? İcbar. Gətirdi. Özü gətiribdi, məlum. İtirdi, özü itirdi, bu da məlum. Və salam, testimizin doğru cavabı D variantında qalmış olur. 26-cı sual uşaqlar. Məhsul növdə olan feilləri müəyyənləşdirin. Məhsul növ feil. Eşitdi, məlum. Çapıldı, çapmaqdan çapıldı, məhsul. Uçuruldu, kimsə tərəfindən uçurulubdu. Bu da artıq məhsul. Yıxıldı, qayıdış. Sevindi, məlum. Yoruldu, qayıdış. Deyildi, məhsul. Tapıldı, məhsul. Görüldü, məhsul. Söz kimsə tərəfindən deyilər. Əşya kimsə tərəfindən tapılar. Hər hansı bir müşahidə olunan əşya və yaxud da canlı fərqi yoxdur. Kimsə tərəfindən görürlər. Demir, uşaqlar, cavab olur C variantı. 4-cü D variantı. Açıldı, qayıdış, məhsul. Yuyundu, qayıdış, məhsul. Misal üçün deyirəm ki, uşaq anası tərəfindən yuyuldu, məhsul. Bir də uşaq öz-özünə yuyundu, qayıdış. Şadlandı. Uşaqlar, dilimizdə şadla feili yoxdur. Ona görə n burada parçalanmır. Lanın içində gedir. Şəkilçi olmadığı üçün məlumdur. Qızardı. Qızar sözün köküdür. Boz sözündən bozarmaq. Görməkdən görünmək. Görünmək uşaqlar, bir dənə bu artıq məhsul formada olur. Amma digərləri yəni məlum formada düşünüləcək. 27-ci sualla davam edirəm uşaqlar. Bəli. Hansı vəqədəki feillərə dır şəkilçisini artırdıqda icbar növ olan feil düzəlmir? Gəlin baxaq uşaqlar, çox maraqlı bir sualdır. Məzmun söhbəti də burada əzizlərim, məzmuna baxacaq. Sındırmaq, yandırmaq, söndürmək. Uşaqlar, sındıranda özün sındırırsan, yandıranda özün yandırırsan, söndürəndə özün söndürürsən. Baxın amma B variantına. Pozdurmaq kiməsə pozdurursan, səpdirmək kiməsə səpdirirsən, açdırmaq kiməsə açdırırsan, bu qayıdış icbarı verəcək. Tikdirmək kiməsə, qazdırmaq kiməsə, çəkdirmək kiməsə, bunu kiməsə elətdirəcəksən. Sildirmək, aldırmaq, deydizdirmək, buna kiməsə elətdirəcəksən. Yazdırmaq, döydürmək, oxutdurmaq, bunu da artıq kiməsə etmiş olacaqsan. Kiməsə etdirmiş olacaqsan. Amma A variantında uşaqlar məzmun cəhətdən uyğun gəlmədiyi üçün məlum feil düşünülür. Bəli uşaqlar, baxırıq neçənci sualı. Əzizlərim, 28. Elerven diaqramına əsasən sual işarəsinin yerinə uyğundur. Uşaqlar, baxın əzizlərim, burada şəkilçiyə baxın, 3-dür, bir də 3-dür də.
Hər ikisində şəkilçisi ışısı 4-dür. Yəni qayıdış və birgəliyin, daha doğrusu qarşılıq və birgəlik kimi düşünülə bilər bu. Bu nöqteyi nəzərdən mən A-mı götürüm, C-mi götürüm? Yəni B-ni zaten çıxırsan, Y-ni çıxırsan, D-ni çıxırsan, şəkilçi uyğun gəlmir. Uşaqlar, işin nədir? Nəyin üzərində qurulub? Təbii ki, rahat formada nə etməlisən? Məzmuna baxmalısan. Uşaqlar, insan gülüşəndə, qaçışanda, dağılışanda birgə formada eləyər bunların hamısını. Qarşı-qarşıya eləməz. Ona görə cavab qalır C variantı. 29. Nöqtələrin yerinə hansı ifadə əlavə olunsa, ilk söz həm obyekt, həm də subyekt kimi düşünülə bilər. Uşaqlar, həm obyekt, həm subyekt deyirsə, mən orada nə olur olsun, Y variantını düşünəcəm. İndi fikir ver, yazıram, bura darandı. Darandı. Düzdürmü? Gəl baxaq. Deyir ki, nöqtənin yerinə hansı ifadə əlavə olunsa, ilk söz, yəni o sözü həm obyekt kimi, həm subyekt kimi düşünülə bilər. Uşaqlara fikir verin. Deyirəm ki, o həyətdə darandı. Öz-özünə daranıbsa, baxın, öz-özünə daranıbsa, burada dara sözün kökü olacaq, nıdakı qayıdışın şəkilçisi olacaq, düzdürmü? O da cümlənin mübtədası, yəni subyekt olacaq, düzdür? Subyekt tərəfini tapdıq, bununla işimiz yoxdur. İndi obyekt necə olacaq? Baxın uşaqlar, deyirəm ki, o həyətdə darandı, yəni kimsə gəlib onun saçlarını darayıbdı. Dara sözündən daranmaq, məhsul və kimsə onu darayıbdı. Və salam. Deməli, burada da subyekt yox, obyekt olmuş olacaq. Subyekt isə bizim bilmədiyimiz, buraxılan mübtədadır. Cavab olur Y variantı. Amma digərlərində uşaqlar bu mümkün deyil. Fikirləşiri qoysaq, heç vaxt bu qayıdış olmayacaq. Çünki şəkilçisi yoxdur, saxladı şəkilçisi yoxdur, güldü şəkilçisi yoxdur, danışacaq heç birində şəkilçisi yoxdur. Bir dənə zaten şəkilçi olan Y variantıdır. Bir də uşaqlar məzmunu tutmaq lazımdır. 30-cu sualdan davam etmiş oluruq əzizlərim. Şərtdə deyir ki, qrammatik məna növünə görə fərqli feil işlənmiş cümləni. Uşaqlar nə deməkdir? Burada gördüyümüz kimi 5 dənə variant var. Yəni 4-ü eyni variant olsun. Yəni daha doğrusu eyni mənada olsun feillər. Biri fərqli olsun. Qapılar bərk-bərk bağlandı. Bağ ismindən bağla, bağlan. Məhsuldur. Qapı cansız kimsə bağlayar. Bütün mülkü dövlətə təhvil verilsin. Ver feilindən verilmək. Uşaqlar, mülk dövləti kimsə tərəfindən verilər, öz-özünə verilə bilməz. Deməli, məhsuldur. C-yə bax, birazdan çay stəkanları paylandı. Pay ismindən payla, payladan paylan. Uşaqlar, cansızdır. Bunu hökmən kimsə eləməlidir. Deməli, məhsuldur. Bu bitki növünə ölkəmizdə də təsadüf olunur. Uşaqlar, təsadüf olunur. Burada mən düşünə bilmərəm ki, bu məhsuldur. Uşaqlar, təsadüf olunur da onun şəkilçisi, ol feilindən olunmaq, onun şəkilçisini düşünmə ki, məhsuldur. Xeyr, bu əzizlərim, şəxsizdir. Çünki cümlənin mübtədası yoxdur axı, təsəvvür belə olunmur. Demək, şəxsizdir. Onun haqqında mərkəzi qəzetdə də məqalələr çap olunurdu. Uşaqlar, çap olunurdu. Məqalələr kimsə tərəfindən çap olunur. Deməli, nə olacaq? Məhsul. Şəkilçini zaten görürəm, bir də məzmuna baxıram ki, mübtəda burada buraxılıbdır. Rəsam, cavab olur D variantı. 31. Qrammatik mənasına görə eyni suallardır uşaqlar. Fərqli feil işlənsin. Burada A variantında xanım daha doğrusu xanım tez kənara çəkildi. Burada uşaqlar birincisində xanım tez kənara çəkildi. Çək sözündən çəkilmək öz-özünə çəkilibdir. Düzdür uşaqlar? Bu artıq qayıdış olacaq. Uşaqlar quyunun başında yuyunurdular. Uşaqlar öz-özünə yuyunurdu. Qayıdış olacaq. Qayıdış. Zəralı zabit səngərə yıxıldı. Öz-özünə yıxıldı. Qayıdış. 2 gün sonra hər tərəf yoxlanıldı. Uşaqlar, hər tərəfi, yəni hər tərəf cansız bir şeydir. Bu hökmən kimsə tərəfindən yoxlanılmalıdır. Deməli, bu məhsuldur. Fərqliliyi var. Həyəcandan ürəyi tez-tez döyünürdü. Uşaqlar, insanın ürəyi öz-özünə döyünür. Kimsə ürəyini tutub döyə bilməz sənin. Deməli, nə olacaq? Qayıdış. A, B, C və Y. Qayıdışdır. Bir dənə D variantı nə olacaq? Məhsul. Demək, fərqli olan D variantıdır. Uşaqlar, 32-ci sualla davam edirik əzizlərim. Məlum növdə olan təsvirlənən feil hansı cümlədir? Məlum olsun və feil tərsliflənən feil olsun. Gəlin baxaq uşaqlar. Gecədən yağan yağış səhərə yaxın kəsildi. Uşaqlar, burada mənim feilim hansıdır təbii ki? Yağan yağış səhərə qədər
Səhərə yaxın kəsildi. Feilimiz kəsildidir uşaqlar. Kəsildi feili təsriflənən feildir. Çünki ona qalsa burada yağan da feildir, amma təsriflənməyən formada feili sifətdir. Deməli təsriflənən olsun. Kəsildi burada təbii ki, təsriflənən feildir və burada kəsməkdən kəsilmək, yağış öz-özünə kəsilər. Demək bu qayıdışdır, məlum deyil. B-yə bax, jurnalistlərin bütün suallarına dəqiq cavab verir. Bəli, uşaqlar verir, indiki zamanda bir təsvirlənən feildir və burada mən müşahidə edirəm ki, heç bir qrammatik məna növ şəkilçisi yoxdur. Deməli, məlumdur. Gizlədilmiş silahlar həyətdən tapıldı. Uşaqlar, burada əslində feilimiz var. Gizlədilmiş də feildir. Sadəcə biz bunu niyə götürmürük? Çünki bu feili sifəti təsvirlənməyən formadır. Tapıldı isə uşaqlar kimsə tərəfindən tapılıbdır, bu məhculdur. C variantda xaricdir. Otağın pəncərəsi taybatay açdırdı. Kimsə tərəfindən açdırıbdı. Bu nə olacaq? İcbar olacaq. Aha, külək əsdikcə güllərin xoş ətri ətrafa yayılırdı. Yaymaqdan yayılmaq. Uşaqlar, ətri öz-özünə yayılır. Düzdürmü? Bu da olacaq qayıdış. Testin doğru cavabı B variantı qalmış olur. 33-cü suala baxırıq uşaqlar. Feilin qrammatik məna növlərindən birinə aid şəkilçilərin eyni bir sözdə işləndiyi nümunəni müəyyənləşdirin. Uşaqlar, baxın, şərt nədir burada əzizlərim? Deyir ki, feilin qrammatik məna növlərindən birinə aid şəkilçilərin eyni bir sözdə işləndiyi nümunəni tapın. Feilin qrammatik məna növlərinə aid olan şəkilçilər. Misal üçün, məhsul olsun, qayıdış olsun, qarşılıq və s. olsun ki, cümlə daxilində fərqli sözlərdə işlənsin. Rəssamlar İttifaqı məşhur sənətkarın rəsmini, daha doğrusu rəssamlar İttifaqı məşhur sənətkarın rəsmini hazırlatdırmışdı. Burada uşaqlar, iki dənə şəkilçi. Baxın əzizlərim, biz demişik ki, etibarın şəkilçisi dırdı, bəzən də tıdır, düzdürmü uşaqlar? Baxın, bu iki şəkilçi cümlənin içərisində sözün daxilində iki yerdə işlənibdir. Burada tı var, burada dır var. Vəssalam, cavab oldu A variantı. Amma digərlərində uşaqlar dirdi. Baxın, fikir verin. Deyəsi idik, burada heç ümumiyyətlə yoxdur. Tapşıran çoxal, dıbdır. Burada heç ümumiyyətlə etibarı yoxdur. Əmin bu sözə əhəmiyyət verilməzsə, burada da zaten yoxdur. Yəni, biraz şərt dolayı yolla verilsə belə çox bəsitdir. Yəni, uşaqlar, dediyimiz şəkilçi, etibarın iki şəkilçisi vardır və plusdur, düzdürmü? Bu şəkilçi bir sözün daxilində iki yerdə işlənibdir. 34-cü suala baxırıq əzizlərim. Şərtdə deyir ki, 34-də hansı cümlədə məhsul feili işlənibdir? Uşaqlar, baxın əzizlərim. Burada keçən il yonca əkilmişdir. Uşaqlar, yonca bir cansız varlıqdır. Deməli, bunu neyəcək? Kimsə əkəcək də. Deməli, sən bunu götürəcəksən. Biri götürürsən. 2. Ümumi iclasın qərarı bizə oxundu. Kimsə tərəfindən oxunubdur. Məhsuldur. Bağımızdakı güllər təzə açılmışdır. Uşaqlar, gülün açılması qayıdışdır, öz-özünə açılır. Düşmənin işğal etdiyi torpaqlar yenidən geri alındı. Torpaq uşaqlar kimsə tərəfindən geri alınıbdır. Düzdürmü? Bu da məhsuldur. 1, 2 və 4 cavab olur B variantı. Duman dağlardan çəkildi, bu da qayıdışdır. Çünki duman öz-özünə çəkilir. Kimsə dumanı tutub çəkmir. 5. Cümlələrin hansında feil qarşılıq birgəlik növdədir uşaqlar? Iş şəkilçisini axtarırsan və məzmun onu verməlidir. Baxıram ki, burada 35-də rəfiqələr bir-birini salamladılar. Burada şəkilçi yoxdur. Salamlaşdılar, ş var, 2-ni götürürsən. Rəfiqələr salamlaşmadılar, ş var, götürürsən. Elə 2 ilə 3 qalır, cavabı variantı. Qonaqlar məktəbləri vidalaşdılar. Uşaqlar, burada kimisə vidalamaq feili yoxdur. Baxın, fikir verin. Vida sözündən vidala deyə bilməzsən. Vidala desən, ş burada tək qalır. Vidalamaq sözü yoxdur dilimizdə. Ona görə laş bütövdür. D zamandır, larlər də qrammatikdir. Cavab qaldı A variantı. 35-ci sualımızda cavabı 36 uşaqlar. Şərtdə deyir ki, feilin qrammatik məna növlərinə görə məntiq ardıcılığı gözləməklə sıranı tamamlayan sözü müəyyənləşdirin. Danışıldı, dostlaşdılar, tikdirdi, göründü. Baxın uşaqlar, burada nəyimiz var, nəyimiz yoxdur. Demək, əzizlərim, danışıldı. Danış sözün köküdür. Danışmaqdan danışılmaq, d-dakı zaman. Bu məhsuldur. Kimsə tərəfindən danışılıbdır. Məchul. Dostlaşdılar. Dost sözünün kökü. Dilimizdə dostla feili yoxdur. Deməli, dostlaş bütövdür. Məlumdur. Tikdirdik. Larlərdə cəmdir orada. Tikdirdik. Uşaqlar, özüm tikməmişəm. Kiməsə tikdirmişəm. Tik sözün kökü. Tikməkdən tikdirmək. Di burada zaman. Ki-daki şəxs sonluğu. Demək, uşaqlar, nə olur? İcbar olur.
Göründü. Misal üçün deyirəm ki, yazdığımız yazılar göründü, kimsə tərəfindən görünübdü. Elə deyilmi? Görməkdən görünmək, dudakı zaman. Bu da olur məchul. Demək uşaqlar, burada nə yoxdur? Məchul var, məlum var, icbar var. Düzdürmü? Demək nə olacaq əzizlərim? Ya burada qarşılıq birgəlik olmalıdır. Ya burada qarşılıq birgəlik olmalıdır. Məhsul var, məlum var, icbar var, bəli. Ya da şəxssiz olmalıdır uşaqlar. İkisindən biri. İndi variantlarda hansı varsa onu götürəcəyik. Oxuyardıq. Şəkilçi yoxdur, məlumdur. Bizdə məlum var idi. Dostlaşlar məlum idi. Dillə sözü yoxdur, dillən bütövdür. Ona görə məlumdur. Gözəlləşir. Gözəldən gözəlləşir. Gözəllə feili yoxdur, ş burada heç vaxt tək götürülə bilməz, məlumdur. Gəlməlidirlər, gəl sözünün kökü malum əli vacibdir. Xəbərlik, larlərə cəm şəkilçisi məlumdur. Dalaşdılar. Uşaqlar, cavab B variantıdır, əzizlərim. Baxın, təhlil edirəm. Sözün kökünü çox uşaq müşahidə edirəm ki, dalaş götürür. Xeyr, uşaqlar. Sözün kökü daladır. Dala feilindən dalaşmaq feili. D zaman larlərdəki cəm. Buradakı ş şəkilçisi isə uşaqlar deməli, qarşılığın şəkilçisidir. Sadəcə burada sait ilə bitən dala sözünə qoşulduğu üçün ış sözündəki ı saiti ixtisar olunubdur. Cavab olur B variantı. 36 və 37-ci suallar çox maraqlı sual tiplərindəndir uşaqlar. Səbirli formada testə yanaşsaq, inanın ki, burada heç bir nöqsana yol vermiş olmarıq. 37. Deyildi. Uşaqlar, söz deyildi. Məchul. Düzdürmü? Oynayırdı. Oyna sözün köküdür. Arar zamandır. Dıdakı zaman, daha doğrusu ididir. Bu məlumdur. Məlum. Qarşılaşdılar. Qarşı sözündən qarşıla, qarşılaşdılarlar. Qarşılaşdırar uşaqlar. Qarşılıq birgəliyi götürürük biz bunu. Qazdırdı. Kiməsə qazdırdı. Dır burada uşaqlar icbarın şəkilçisidir. İndi məhsul var. Məlum var. Düzdürmü? Qarşılıq var, icbar var. Bizim burada çatmayanımız təbii ki, qaydışdır və şəxssizdir. Qayıdış və şəxssiz. Qaydış yoxdur ki variantlarda. Daha doğrusu şərtlərdə xeyr yoxdur. Demək uşaqlar, qaydış və şəxssiz. Pozdurdu. Pozdurubsan, kiməsə pozdurubsan, icbardır, icbar var idi bizdə, qazdırdı, icbar idi. Vidalaşdı. Vida sözündən vidalaşdı. Burada şəkilçisi yoxdur, məlumdur. Oxundu. Uşaqlar, bu məhsuldur, kimsə tərəfindən oxunubdur. Məhsulumuz var idi bizim, deyilmək məhsul idi. Çalışdı. Çalışdı uşaqlar, sözün kökü çalış olduğu üçün məlumdur. Və nəhayət, yeyə baxıram, geyməkdən geyinmək uşaqlar. Burada geyin sözü qaydışdır. Çünki hərəkət öz üzərində subyektin icra olunur. Deməli, qaydışdır. Fəsal, bizə də qaydış zaten yox idi. Ona görə cavab olur məntiqi ardıcılığa əsasən Y variantı. 38-ci sualla davam etmiş oluruq əzizlərim. Şərtdə bizə deyir ki, icbar növdə olan feillərin işləndiyi cümləni müəyyənləşdirək. Açıq tipli suallardır, bəli. İcbar. Düşməni öldür, özünü öldür. Məlum, düzdürmü? Tür şəkilçisi səni çaşdırmasın uşaqlar. Burada sizi çaşdırmasın. Öldür, ölməkdən öldür. Əmr şəklində bir feildir. Orada dır şəkilçisi nəyi öldür? Feildən feil düzəldəndir. Yəni icbar deyil. Niyə? Çünki işi özün görürsən ona görə. Uşaqları öyrət. Uşaqları öyrət feilində özün öyrət. Düzdürmü? Zaten sözün kökündə öyrət. Bu da getdi, məlumdur. Məlum. Üçüncüsü, lövhəni sildir. Uşaqlar, silməkdən sildirmək. Kiməsə sildir, özün silmirsən. Bütün rahatlıqla mən müşahidə etdiyim üçün götürürəm. Məktubu yazdırt. Uşaqlar, məktubu özün yazma. Kiməsə yazmaqdan yazdır, yazdırmaqdan yazdırt. Kiməsə, üçüncü bir şəxsə yazdırırsan. 3-4. Qərara alınır. Almaqdan alınmaq. Qərara alınır uşaqlar. Bu da kimsə tərəfindən qərara alınır. Həm şəxssiz, həm də ki cümlə daxilində biz bunu məhsul götürə bilərik. Testimizin doğru cavabı əzizlərim 3 və 4 qalmış olur. 3 və 4. İndi baxırıq 39-cu sualın izahına. Şərtdə nə istəyir? Deyir ki, məlum olmayan feilləri tapın. Yaxşı tapaq. Uşaqlar, məlum olması üçün orada şəkilçisi olmalıdır. Məzmunun fərqi yoxdur. Yəni, şəkilçisi yoxdursa zaten məlumdur. Məlum olmayan istəyir. Gün çıxdı uşaqlar. Bu maraqlı bir ifadədir.
Uşaqların bəziləri çaşıb gün çıxdı ifadəsini qayıdış götürür. Deyir ki, günəş öz-özünə çıxır da, heç kim onu çıxartmır ki. Amma bir şeyi nəzərdən qaçırırlar ki, uşaqlar, çıxdı sözündə heç bir qayıdışın şəkilçisi yoxdur. Demə məlumdur. İkincisi, səhər açıldı. Açmaqdan açılmaq. Baxın, burada şəkilçi var və plusda ki, səhəri kimsə tutub açır da, cansızdır. Deməli, qayıdışdır. Yarpaq saraldı. Uşaqlar, burada mənim əzizlərim, saral sözün köküdür. Saral sözü yoxdur. Saral sözün köküdür. Dıda zamandır. Şəkilçi yoxdur. Məlumdur. Məlum. Dördüncüsü, duman çəkildi. Duman öz-özünə çəkilir, uşaqlar. Qayıdışdır. Deməli, məlum deyil. 2, 4. Beşincisi, uşaq dərsini oxudu, şəkilçisi yoxdur, məlumdur. Hava qaraldı, qaradan qaralmaq, bu da ki zaman şəkilçisi. Qara sözündən qaralmaq sözü, qaralmaqdan da qaraldı. Və salam uşaqlar, və salam. Cavab oldu 2, 4, yəni məlum növdə olmayan feillər. Belə. Sonra əzizlərim, 40-cı sual. Məhsul növdə olan feil işlənmiş cümləni tapın deyir. Yaxşı. Məhsul növdə olsun və orada feil olsun. Gavallar sulandı, gilas ərik yetişdi. Uşaqlar, biz burada gavallar sulandı. Su sözün köküdür. Məhsulu istəyir bizdən bu arada. Su sözün köküdür uşaqlar. Sula feili var, sulan feili də var. Bu da ki zamandır. Amma burada fikir vermək lazımdır ki, əzizlərim, cavallar, necə deyim, canlı bir varlıqdır da, öz-özünü sulayıb yetişə bilər. Burada yetişməkdən söhbət gedirsə, deməli, bu sulanar ki, yetişər də, öz-özünə sulanır, yəni yetişir mənasında. Bu, təbii ki, qayıdışdır. Yetişdi də ki, uşaqlar məlumdur, çünki burada şəkilçi yoxdur, məhsulun şəkilçisi. Fermer təsərrüfatından məhsul olan sahələr suvarıldı. Uşaqlar, sahə cansız da öz-özünə suvarıla bilməz, hökmən buna kimsə suvarmalıdır. 2. Yağış suyu həyətin ortasında gölləndi. Yağış suyu həyətin ortasında gölləndi. Uşaqlar, burada su öz-özünə göllənəcək, düzdürmü? Deməli, məhsul yox, qayıdışdır. Bütün otaqlar səliqəli yığışdırılmışdı. Yığmaqdan yığışmaq, yığışmaqdan yığışdır, məhsuldur uşaqlar. Otaq cansızdır, öz-özünə yığışdırıla bilməz. Hökmən bunu kimsə yığışdırmalıdır. Bu qarışıq zamanda çoxları varlandı. Var sözün köküdür, əzizlərim. Var sözündən varla feil olmadığı üçün varlan bütövdür. Şəkilçisi də yoxdur, deməli məlumdur. Bizə məhsulları istədiyi üçün testimizin doğru cavabı 2 və 4-də öz əksini tapmış olacaq. Sonra uşaqlar, mən çalışıram ki, hər bir sualın izahlarına detallı verin variantlarla ki, ətraflı formada bilmiş olasınız. 41-ci suala baxırıq əzizlərim. Şərtdə bizə deyir ki, icbar növdə olan feillər. Uşaqlar, icbardırsa dır plus tıdır və salam. Qutardı. İndi şərtə baxırıq. Variantlara daha doğrusu. Adil əmim içəri daxil olan ki, bizi acıqlandı və böyrü üstə düşmüş stolu qaldırdı. Uşaqlar, burada özü qaldırıb da məlumdur. Qaldırdı olsaydı sən deyən icbar, amma özü qaldırıb, məlumdur. Xalam özünə təzə köynək toxutdurdu. Görürsünüz uşaqlar, toxutdurub, kiməsə toxutdurub. İcbardır. İdarənin bütün sahələrini yoxlatdırdılar. Kiməsə yoxlatdırıb uşaqlar, özü yoxlamayıb, icbardır. Yusif içəri keçib işıqları yandırdı, özü yandırır, kimsə yandırmır, məlumdur. Hökmdar müqəssiri tapdırdı, kiməsə tapdırıbdır. Müqəssir günahkar deməkdir, suçlu olan şəxs deməkdir. Bunu da kiməsə tapdırıb, özü tapmır. Deməli, icbardır. Testin doğru cavabı 2, 3 və 5. Qutardı, getdi. Sonra uşaqlar 42. Hansı feillər icbar növdədir? Baxaq əzizlərim. Qaldırmaq, pozdurmaq, söndürmək, qazdırmaq, sındırmaq. Özün qaldırırsan, qalxıtdırmaq olsaydı icbar olacaqdı. Amma özün qaldırırsan, deməli bu icbar yox, məlumdur. Pozdurmaq, kiməsə pozdurursan, icbardır. Söndürmək, özün söndürürsən, məlumdur. Qazdırırsan, kiməsə özün qazmırsan. Sındırmaq, özün sındırırsan, kiməsə sındırtmırsan. Yəni özün eləyirsən. Testin doğru cavabı 2 və 4 bu formada olacaq. 43. Hansı feillər icbar növdə olan feillərdir? Güldürmək, özün güldürürsən. Sildirmək, kiməsə sildirirsən, özün silmirsən. Dondurmaq, özün dondurursan. Sökdürmək, kiməsə söktürürsən, özün sökmürsən. Yandırmaq, özün yandırırsan. Testin doğru cavabı 43-də 2 və 4. 44-cü suala baxırıq uşaqlar.
Hansı cümlədə qarşılıq birgəlik növdə olan feil var? İş üstü şəkilçisi olmalıdır ki, qarşılıq və birgəlik olsun. Uşaqlar, burada birə baxıram, dostlar xudahafizləşdilər. Xudahafiz sözün köküdür. Xudahafizlə feili yoxdur, xudahafizləş var. Deməli, ləş burada şəkilçinin tərkibindədir. Bu məlum feildir. Düzdürmü? Məlumdur. Çünki ş burada parçalanıb, şəkilçini bizə vermir. Küsürlər barışdılar. Uşaqlar, sözün kökü bar deyil. Barışdığı zamanlarda qrammatikdir. Məlumdur, məlum, 2 də xaricdir. Biz onunla tez-tez görüşürük. Görüşürük. Uşaqlar, görməkdən görüşmək ir zaman 2 də şəxs sonluğudur. Yəni burada qarşılıq birgəliyin şəkilçisi mövcuddur. 3-ü götürürük. Onlar vətən uğrunda vuruşublar. Vurmaqdan vuruş, ub zaman, larlərdəki qrammatik. Demək, uşaqlar 4-də rahatlıqla götürürük. Çünki vuruş şəkilçisi var. Həm də ki, qarşı birgə formada iç reallaşır. 5. Əzizlərim, qəriblə qumru mehribancasına salamlaşdılar. Baxın, uşaqlar, salam sözündən salamla feili var. Salamla feilindən salamlaşdı zamanlarda qrammatik. Şu şəkilçisi burada, uşaqlar, qarşılıq birgəlik olduğu üçün mən 5-i rahatlıqla götürmüş oluram. Testin doğru variantı 3, 4, 5. Cavab bu formada qalır. 45-ci suala baxırıq, uşaqlar, nə istəyir? Şərtdə deyir ki, hansı cümlədə həm qayıdış, həm də ki, məhsul, həm qayıdış olsun, həm məhsul. Yaşıllıqlar məhv edilir, su get-gedə çəkilirdi. Uşaqlar, burada yaşıllıqlar məhv edilir. Burada məhv edilir, kimsə tərəfindən məhv olunur, məhsul. Su get-gedə çəkilirdi, su öz-özünə çəkilir. Ona görə qayıdış. Biri götürürük. 2-yə baxıram. Dan ulduzu sökülür, səhər açılır. Dan ulduzun sökülməsi də, səhərin açılması da iş hər hansı bir əşyanın və yaxud da subyektin özünün üzərində icra olunur. Dan yeri sökülür, danın üzərində sökülür. Səhər açılır, səhərin üzərində açılır. Yəni, işi kimsə eləmir. İş öz-özünə icra olunur. Hər ikisi məlumdur. Daha doğrusu, hər ikisi uşaqlar qayıdışdır. Məhsul yoxdur. Sonra uşaqlar, 3-cüsünə baxıram. Əli baltalılar ayaq saxlasın. Saxlasın məlumdur. Yaşını kəsənlər başını kəsər. Bu da məlumdur. Və salam, 3 də xaric. Yaradılan tablodan nar rənginin müxtəlif çalarları görünür. Düzdürmü? Rəng öz-özünə görünər, bu qayıdışdır. Hamını heyrətlə gətirəcək bir vəziyyət alınırdı. Yaradılan tabloda, bir də uşaqlar alınırdı, öz-özünə alınır. Bu da qayıdışdır. Sadəcə yaradılan tablo, burada məhsulun şəkilçisidir. 1 ilə 4. Ümumiyyətlə 4-ə gəlin bir daha baxaq. Yaradılan feildir, görünür feildir, gətirəcək bir vəziyyət alırdı. Uşaqlar, feillərin hamısı demək olar ki, qayıdışdır. Bir tək yaradılan tablo şəkildir, cansız bir şeydir. Öz-özünə yaradıla bilməz. Hökmən bunu kimsə yaratmalıdır, olacaq qayıdış. Daha doğrusu məhsul. 46-cı sual, əzizlərim. Şərtdə deyir ki, hallandı, düzgün fikirləri tapın, yaxşı. Hallandı feilinin kökü və başlanğıc forması eyni deyil. Uşaqlar, sözün kökü və başlanğıc forması fərqli şeylərdir. Kök bildiyimiz sözün köküdür. Başlanğıc formu isə son leksi şəkildə daxil olmaqla qrammatik hissəyə qədər olan bir hissədir. Burada sözün kökü haldır. Hal ismindən halla feili yoxdur. Hallandı. Bu da ki zamandır. Deyir ki, kökü və başlanğıc forması eyni deyil. Bəli, uşaqlar, diqqət eləyin əzizlərim. Sözün kökü haldır. Başlanğıc formu isə hallandı. Görürsünüz? Hal və hallan hər ikisi eyni deyildir, fərqlidir. Demək, mən biri rahatlıqla götürmüş olacam. 2-yə bax, uşaqlar. Təsriflənən feillər də təsriflənməyən feillər kimi feili birləşmə yarada bilər. Uşaqlar, təsriflənən feillər heç vaxt feili birləşmə yarada bilməz. Feili birləşməni yaradan feilin təsriflənməyən formalarda hansı ki, məsdər, feili sifət, feili bağlanma. Demək, 2 yanlışdır. 3-ə baxırıq. Məlum növdə olan feillər qurulursa sadə düzəltmə və mürəkkəb ola bilər. Uşaqlar, ümumiyyətlə yadda saxlamaq lazımdır ki, feilin qrammatik məna növünün şəkilçiləri var. Qayıdış olsun, icbar olsun, şəxsiz və s. Bunların hamısı leksikdir. Bütün məna növlərinin özünə məxsus şəkilçiləri var, düzdürmü? Deməli, ən azı bunlar düzəltmə olacaq. Amma məlumun şəkilçisi olmadığı üçün, demək bu sadə formada da düşünülə bilər. 3 götürürəm. Doğrudur. Atıldı feili həm məhsul, həm də qayıdış. Doğrudur, uşaqlar. Baxın, bir var deyirəm ki, əskərlər irəliyə atıldılar, yəni hücum elədilər. Bu zaman əskər öz-özünə atılır da, özü içəri atılır. Bu olacaq nə? Qayıdış. Bir də qayıdıram deyirəm ki, misal üçün, əlavə kağızlar
poşetə, yəni salafana atıldı. Düzdürmü? Bu zamanda məhsul olmuş olacaq. Rahatlıqla 4-ə götürürük. 5. Çataq sözü feilin yalnız bir şəklində düşünülə bilər. Uşaqlar, xeyr, yanlışdır, səhvdir. Bilirsiniz niyə? Bir var çataq, əmr şəklində çataq, biz çataq. Bir də qayıdıram deyirəm ki, kaş ki vaxtında çataq. A-əni burada arzu formada düşünə bilərəm. Ona görə 5 yanlışdır. Testimizin doğru cavabı uşaqlar 1, 3 və 4 bu formada qalmış olur. 47-ci sual əzizlərim. 47-ci sualda bizdən nə istəyir? Burada fərqlilik var. Demək uşaqlar, birincisi gəlin burada variantlara uyğun baxaq. Hərəkətin subyekti və obyekti məlumdur. Uşaqlar, subyekt və obyekt məlumdursa, deməli bu nə olacaq? Təbii ki, məlum feil olacaq, düzdürmü? Biz də baxırıq ki, burada məlum feillər hansılardır? A-da o bir sıra elmi əsərləri xaricdə yazmışdı. Yazmışdı sözündə ümumiyyətlə heç bir qrammatik məna növ şəkilçisi yoxdur. Deməli, gerçəkdən də nə olacaq uşaqlar? Məlum feil olacaq. Sən 1-ə rahatlıqla A-nı daxil edə bilərsən. 1-ə A-nı yazasınız. 2-yə uşaqlar B variantına, daha doğrusu B variantına baxaq. Deyir ki, burada cümlədə kəndi bürüyən duman çox gec çəkildi. Uşaqlar, dumanın bürüməsi, çəkilməsi, yəni özünün üzərində icra olunur. Bu təbii ki, qayıdışdır. Hərəkətin subyekti məlum deyil. Uşaqlar, hərəkətin subyekti məlum deyilsə, bu bizə nəyi verir? Təbii ki, qayıdışı vermiş olur. Yəni, subyekt məlum deyildi, özünün üzərində. Daha doğrusu, hərəkətin subyekti məlum deyilsə, bu məhsuldur. Subyekt hərəkəti öz üzərində icra edir. Budur qayıdış növ. Demək, B variantında uşaqlar 3-ə yazmış olacaq. 1-ə A-dır, 3-ə də B-dir. C variantına baxın, əzizlərim. C variantında deyir ki, onun sözlərinə əhəmiyyət verilmədi. Uşaqlar, onun sözlərinə əhəmiyyət verilmədi. Bu artıq məhculdur da, kimsə tərəfindən əhəmiyyət verilməyibdir. Hərəkətin subyekti məlum deyil, 2-yə götürəcəksiniz. Sonra D-yə İnşaatçılar məktəb binasını təmir etdilər. Təmir etdilər sözündə ümumiyyətlə heç bir şəkilçisi yoxdur, qrammatik məna növ. Deməli, məlumdur. Siz bunu rahatlıqla səhv etmirəmsə, bəli, 1-ə subyekt və obyekt məlumdur. 1-ə götürəcəksiniz deyini. Və nəhayət 4-cü. Quzular qeyri-ixtiyari irəli atıldılar. Uşaqlar, quzu öz-özünə atılıbdır. Hansı ki, burada həm şəkilçi var, həm də ki, məzmun bizə ixtiyar verir ki, biz buna nə deyək? Qayıdış deyək. Demək, uşaqlar, rahatlıqla biz burada müşahidə etdik ki, cavablarda necə olacaq? A variantı gəldi 1-ə, çünki məlumdur. Sonra digərlərində uyğunlaşdırmanı eləyim ki, sizin üçün qaranlıq məqam qalmasın. B-ni uşaqlar götürdük. Deməli, qayıdışa, onun sözlərinə əhəmiyyət verilmədi. Kimsə tərəfindən məhsul. İnşaatçılar məktəbi təmin etdilər. Məlum, çünki şəkilçisi var, yoxdur. Quzuların da irəli atılması olacaq. İcbar və salam bu formada olmuş olur. İndi uşaqlar 48-ci suala baxıram. Feillərin qrammatik məna növlərinə görə işlənmə ardıcıllıqlarını müəyyənləşdirin. Tamam. Dağların dumanı çəni çəkilir. Uşaqlar, dumanın çənin çəkilməsi. Birincisi burada şəkilçisi var. İkincisi də ki, dumanın dağının və çəninin çəkilməsi qayıdışdır. Hərəkət obyektin üzərində icra olunur. Deməli, bu olacaq qayıdış. Biz birinci qayıdışla başlamalıyıq, əzizlərim. Qayıdış deyirsə 2 ilə başlayacaq, 2 getdi. Yenə də fikirləri qarışmışdı. Uşaqlar, qarış sözün köküdür. Qarışmış zaman dudakı hissəcikdir. Şəkilçi yoxdur. Rahatlıqla məlum kimi götürmüş olacaq. Deməli, 2-dən sonra 4 gələcək. 2, 4. Nəhayət, yenə də bu il xeyli taxıl əkilmişdi. Əkməkdən əkilmək, taxılın əkilməsi məchuldur. Məchul. Deməli, 4 və sonra 1 və nəhayət yazıların çoxunu pozdurdular. Uşaqlar kiməsə pozdurublar, özləri pozmayıblar. Demək nə olacaq? İcbar. 2, 4, 1, 3. Bu formada testin doğru cavabı qalmış olacaq. Sonra əzizlərim, növbəti suala baxırıq. Sonuncu sualımızdır. Feilin qrammatik məna növlərinə görə işlənmə ardıcıllıqlarını müəyyənləşdirin əzizlərim. Gəlin bir dənə nəzər yetirək. Burada dan yeri yenicə sökülürdü uşaqlar. Sök feilindən sökülmək, ırir zamanıdır da ki, hissəciyin şəkilçiləşmiş formasıdır. Demək, bu olacaq qayıdış, qayıdış. Qayıdışla başlayacaq, 2 ilə başlayacaq. İdmançılar daha inamla güləşirdilər. Güləş sözün köküdür, ırir zamandır, di
idinin qısaldılmışı larlərdə cəmdir. Məlumdur uşaqlar, 4 ilə davam etmiş olacaq. Sökülür. Artıq köhnə binalar sökülür. Sökməkdən sökülmək ırırdəki zaman. Bəli, binaların sökülməsi. Təbii ki, burada binalar cansızdır. Öz-özünə söküləsi deyil. Kimsə bunu sökməlidir. Deməli, uşaqlar 1 ilə davam edirik. Məchuldur. Dərin qazdırdılar. Uşaqlar kiməsə qazdırıblar, yəni özləri eləməyiblər. Deməli, bu da olacaq icbar. Testimizin doğru variantı, daha doğrusu doğru cavab forması belə qalmış olacaq. 2, 4, 1 və 3. Və salam. Ümidvaram ki, uşaqlar, video sizlərin üçün yararlı oldu. Əgər ki, yararlı oldusa, kanala abunə olmağı və şərh bölməsində öz dəyərli fikirlərinizi qeyd etməyi unutmazsınız.